Qarabağa gedirik, Qarabağa. Çünki bu bayraqlar indiyə qədər olmayıb və bütün rayonlar əzizdir bizə. Amma Qarabağ artıq ürəyimizdir. Çünki bu Qarabağ yolunda şəhidlərimiz can qoyub, Allah rəhmət eləsin. Qazilər can qoyub. Yəni bizim boynumuzun borcudur. Sadəcə biz hər turumuzda bunu demək. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrə səbr eləsin. Çünki bu tur bizim həsr etdiyimiz, yəni tur şəhidlərimizin və qazilərimizin adınadır. Yəni onlara biz həsr edirik. Biz sağlamlığı təbliğ edirik, velosiped sürməyi təbliğ edirik, gözəlliyi təbliğ edirik. Yəni cavanlara, gənclərə dəstək olmağı təbliğ edirik. Biz sadəcə keyfimizdən məsələn gedək Şuşaya yox. Biz Şuşaya sırf həsr edirik bu yolda can qoyanların. Bəlkə biz bunu video çəkiliş etməklə, biz bunu göstərməklə bir daha qazilərimizi, şəhidlərimizi, Allah rəhmət eləsin şəhidlərimizə, biz bunları unutturmamağa çalışırıq. Çünki Qarabağ turumuz möhtəşəm olacaq. Bu, təbii ki, qardaşlarımızdan bir yerdə. Yəni, inşallah ki, biz buna nail olacağıq, çatacağıq, Şuşa, Laçın, Xankəndi, Samir qardaşımızla təbii ki. Çox gözəl, həqiqətən. Samir, mən... Çoxdandır bu azadlığımız, həyəcanlı bir turdur bu. Maşallah, mən bunun haqqında çox danışdım. Yəni Qarabağ turu haqqında da, çünki şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah təmin şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Amin inşallah, amin. Onların sayəsində biz yola Qarabağa sürüyoruz. Bəli, biz də onu çatdırmağa çalışırıq ki, bizim yolumuz, getdiyimiz yol sağlamlıq təbliğ etməkdir. Yəni biz bir daha yada salmaq istəyirik ki, unutturmarıq inşallah. Çünki bu yolda can qoyanlar unudulmayacaq. Unudanlar nə olacaq? Vətən xaini olar. Çünki unutmaq olmaz. Təbii ki, Samir bilirsən də, Fərid qardaşımız zəfədə olub. Yəni biz danışırıq. Mən demirəm, indi biz də insanıq. Amma o daha çox haqqı var. Bizdən çox daha haqqı var. Gedirik Qarabağa. Amma sadə səmimi insandır. Niyə? Heç dilə gətirməyib indiyə qədər. Mən qazıyam. Mən şey xoşlamıram. Bilirəm qardaşım. Əhsən olsun sənə həqiqətən. Biz sizlərə borcluyuq da təbii ki, biləsən. Velosipedlə inşallah gedək çatar. Qarabağa. Çətin olacaq, amma əla olacaq. Bir müharibə dövründə olub, bir də inşallah velosipedlə olacaq. Amma biz ilk dəfə olacağıq inşallah. Bəli. Qardaşımız da YouTube-dasan inşallah. Bəli, Sahil qəsəbəsindəyik inşallah ki, biz artıq bu nöqtə olaraq Ruslan Marketdən salam olsun Ruslan qardaşımıza. Allah razı olsun qardaş, Allah sən var elə. Çox sağ ol, Allah var eləsin. Amin inşallah. Əla, artıq yolumuz Qarabağ. Təkər konkret olaraq boş idi. Mən bu təkərlə Sahil qəsəbəsə sürüyorum. 395 nə deməkdir? Halbuki 690 olmalıdır da bu. Dəhşətdir. Mən də deyirəm, velosiped gedimiz. Xeyirlisi görək nə olur. Dolduram. Bəli, Qarabağa gedirik. Üzü Qobustandayıq. Qobustana daxil olduq. Külək dəhşət formada incidir bizi. Amma çətinlik olan tur çox qəşəng olur. Biz çətinlikləri sevirik. Üzü küləkdir. İnşallah ki, bu çətinliklə Qarabağ turumuzu tamamlayarıq Allahın izni ilə. Hələ yolumuz çox var. Günlərlə yolda olacaq inşallah. İzləyin, abunə olun, bizə dəstək olun əzizlərim. Şən, gəldi istirahətə. Samir şirniyyat axtar. Qardaşlar sağ olsunlar. Bizə ürəkdirə verdilər gecə vaxtı. Allah canı sağ eləsin qardaş. Allah canı. Qobustanın ürəkləri. Bu qardaş üçün bizi 100% tanıyır. Bizə nə qədər bütün turlarda gəlmişik qardaşın yanına keçmişik. Eyvallah. Samir. Yuxa bəsdir. Bir dənə yuxa pisi qardaşım. Eyvallah. Turumuz istirahətdə keçir. Çünki baxın 50 kilometrdəyik. 50 kilometrdən sonra Allahın izni ilə davam edirik. Normaldır da, deyək. Hava küləkdir də, yəni hava küləkdir. Yəni onsuz da bizim məcbur bir həftə ev günümüzdür də, yəni harada sürdük. Qəşəng inşallah Qarabağ turuna. Hacıqabuldayıq. Hava işıqlandığını görürsünüz. Ən sevdiyimiz havanın işıqlanmağıdır ki, adamın ürəyi açılır təbii ki.
Qardaşlarla təbii ki, gözəl bu hava ilə gedirik. Hacıqabulun içərisinə az qalıb artıq. 12-13 kilometr qalıb. Bəli, Navayını da çıxırıq. Turumuz möhtəşəm oldu bura qədər. Saat keçin. Samir qardaşımızı da xətaya uğradı. Yıxıldı. Çox pis yıxıldı da. Dizini qırdı, ya əzdi bilmirəm. Vəziyyətdə. Oldu da. Heç nə. Qardaşımız buradan Bakıya yola salırıq, amma biz çox təəssüflər olsun ki, yola düşürük heç nə. Samirsiz mənim turum, nə bilim, yəni mənim 46 turumun hamısı da Samirlə olub. Yəni mən təsəvvürümə gətirmirəm Samirsiz bu turu. Yaşa gözəl. Sağolun, davam edəsən. Davam eləyəcəksən Samir, sənlə mən bir də Şuşaya gedəcəm amma. İnşallah. Can ay Samirim, can. Olacaq da, deyəcək. Olacaq amma Açadım. Hər şey hazır olmaq lazım. biz bu yola elə çıxmamışdıq bu qardaşım. Oldu da. Elə oldu. Haberdən qaçmaq olmaz. Heç bir şey. Biz Fəridlə yola düşəcəyik. Fərid Sən də düş. gözləyir. Məsələn, Fərin də qanı qaraldı biraz. Kef. Demək, Hacıqabula da gəldik. 106 kilometrdir. Görürsüz. 106 kilometrdən sonra Hacıqabula da gəldik. Allah Hacıqabul əhlini qorusun. Salam olsun Hacıqabula. Bəli. Samir qardaşımızın başına gələn hadisələri yəqin ki videolarda özünüz gördünüz. Allah kömək olsun. Allahdan ona şəfa diləyirik. Çünki ayağı şişdi, ayağı əzildi. Yəni çox güman ki biraz sarğı olacaq. Əlbəttə amma yenə də əldən düşmürük, səbirdən düşmürük. Fərid qardaşım. Bu turu Samir qardaşımızın xatirinə tamamlayacağıq Bütün inşallah. turlarda olsa elə deyəcəm. Şu. Hacıqabula xoş gəldin Fərid. Qardaşım, İlk səfərimdir Hacı. ilk səfəri olacaq. Çox ağır keçir açığı. Hələ Fərid qardaşımızın hələ xəbəri yoxdur. Qabaqda Ucar, Kürdəmir, Yevlax turlar doludur da yəni. Nə qədər tur var. Hələ adı yadımdan çıxdığı turlar var. Özü görəcək inşallah ki. Amma təbii ki o da istəyərdi, biz də istəyərdik ki yanımızda Samir qardaşımız da olsun. Amma yenə səbir, neyniyək, gedirik. İnşallah ki. Amma hava istiləndə artıq, isti biraz yoracaq, amma gedəcəyik. Velosiped sürməyi sevmək lazımdır qardaşlar. Həvəsdən düşmək lazım. Biz velosipedçi, bizim hadisələr qaçılmazdır. Hadisəsiz tur bilirsiniz necə yağlı əhbək kimidir. Yəni hadisə olmalıdır. Yəni hadisə başımıza gəlməlidir. Biz velosipedçi əldən düşməməliyik. Çətinliklə nə olsa getməliyik. İnşallah ki indi ikimiz də bu yola davam edirik. Qarabağ turumuzu tamamlayacağıq. Vaxt söhbəti var. Təbii ki vaxtımız olmadığına görə biz çox vaxt ayıra bilmirik, belə deyək. Yəni başqa vaxt ayıra bilmirik. Ona görə də ikimiz də məzun götürmüşük ki, inşallah Hacıqabula sürək, inşallah xeyirlisi ilə. Biz Hacıqabulun içərisindəyik. Artıq buranı çıxırıq. Yolumuz inşallah ki Qarabağ. İnşallah. Kampımızda da ki təbii ki bütün hər şeyimiz var da burada. Nə qədər götürmüşəm də yəni. Çayımız. Sən Bəli dostlar. Hacıqabuldayıq. qurtuluşumuz da var. Rəşadın mətbəxini indi açılış edirik. Mətbəximiz bir dənə yansın əsas odur. Nə turlar görüb o pec. Sırtıqlaşmışıq. Keçən o vaxt ki Herkules axtarırdıq. Zibilli atmış. Bəli zibilli atmış. Oyda. Qırıldı nəticəyə görsən. O necə baxmamışam mən ona. Bəli o Herkules var ha. Qusarda axtarışı. Sarda axtarırdıq. Dedi ki mən istəyirəm ki Hacıqabulda yeyilim. İstəyini nəzərə aldıq. Bəli dostlar, gördüyünüz kimi qəşəng çayımızı dəmləyirik. Birinci qazımızı qoçaq.
Əsas çayımızdır. Çox bunu da. Əsas çayımızdır. Çay həyatdır da yəni. Hər şey yox, çay həyatdır. Sən neyinə qardaşım? Ya göstərdim. Ya, İndi isə bu kəkotunu mənə iş yoldaşım Qazaxdan gətirib. Allah razı olsun, salam deyirəm ona da. Allah canını sağ eləsin. Əslində yəni kəkotu da dağ kəkotusu. Şəhərə çəkli yox olacaq. Belə bir çayımız qaynayır. Demək, gözəl hazqabılda. Belə gözəl yer. Ən yuxamızdan tutmuş yumurtamız. Hər şeyimiz var burada. Zövq alırıq. Görürsünüz də. Çayımızı da qoymuşuq. Qaynamağa, dəmləməyə. İnşallah ki, yəni xoşbəxtlik dedikdə, sevgi dedikdə, yəni velosiped sürməkdir. Velosiped sürməkdə də qida olmaq, restoranda, kafedə otura bilərsən. İnanın ki, onun həzzi yoxdur. Bu həzz olaraq hər şeyimizi gətirmişik. Yuxamızdan tutmuş, hələ ətlərimiz, yeməklərimiz var. Yəni onu da günorta yeməyinə. İnşallah. Xeyirlisi inşallah. Bu biz üçün bir zövqdür. Zövq almaq istəyirsinizsə həyatda öz əlinizlə nəyisə eləyin. Öz əlinizlə elədiyiniz hər şey insana dadlı və zövqlü gəlir. Yəni çünki bu əllərimizlə özümüz düzəltməyimiz, qurmağımız, bişirməyimiz bu biz üçün ən böyük xoşbəxtlikdir. Ha belə gözəl. Çünki kənd yeri də qardaş, yəni nə olmasa da şəhərdir, düzdür, amma buranın havası Bakının havası kimi deyil, həqiqətən elədir. 3%. Təmiz havasını hiss edirsən. Ona görə də mütləq dərəcədə biz bunu eləyirik, eləməliyik də. Çünki bunun zövqü tam başqadır. Qaynadı. Bəli, çayımız qaynadı. Dəmləsin. Demək. Vəssalam bəhbə. İyisinə baxır. Sən necə mindin? Olsa dəmlənənə qədər 5 dəqiqə şey olacaq da. Süzüm. Hadi, orada. İşte olsa biz gözləməliyik dəmləməliyik. Olacaq qaynayır. Kərim indi biz burada atış eləməz. Qerkulesimizi də qəşəng nə var? Vur bədənə, qırmaş kəlbədər dağını. Onu deyirəm ki, qardaşım, biraz da bundan saxlayın da şeylə. Bana qal deyə burada. Bas geçsin altına da. Onsuz da 3 baskat da qardaşım. Şıx qəşəng. Qapağını da biraz... Demək, təsəvvür eləyin ki, üzü küləyə, artıq biz ikiyə qalıb da, təsəvvür edin ikiyə qalıb. Biz 148 kilometrdə velosiped sürürük. 10 saat olar da yəqin, 9 saat olar hardasa. Yəni bu küləyə görə. Yəni külək bizi konkret olaraq bugün Allah'tı da. Yəni biz hava proqnozuna düzdür, baxmamışdıq, amma inanmadıq da külək belə olar. İndi gəldik bura biraz istirahat eləməyə, Fərid qardaşımla dincəlməyə. Fərid yazıq bugün əzab çəkib əməlli başlı. Amma bugün biz məcbur olaraq qabaqda hostellərin birində qalacağıq. Çünki hostellərdə qalmalıyıq ki, sabah davam edək Qarabağa inşallah ki, təbii ki, birbaşa Ağdərəyə sürəcəyik. Sabah hava proqnozu çox qəşəng göstərir. Amma ümumiyyətlə hava proqnozuna baxmaq lazımdır. Əziz velosipedçilər, həvəskarlar, mütləq dərəcədə əlinizdə hava proqnozu proqramı olsun. Siz izləməlisiniz, hər gün izləməlisiniz. Yəni sırf velosiped sürən insan maşın deyil ki, mühərrik deyil bu. Bu sadəcə adi bir pedaldır. Yəni təsəvvür edin, pedal bu qədər yüklə, yəni olmur. Yəni sən əgər başlı başına, çünki
Biz azlıq mağarasında yaşamırıq ki, bu saat internet dövründə hər şey var. İnsan öz ağlının ucbatından əziyyət çəkir, sözü eşitmişik də biz. Bax biz insan olaraq bax bu saat həmin o əziyyəti çəkirik. Niyə? Başına tura çıxmışıq. Heç bir proqrama baxmadan. Biz proqrama baxırıq, tura çıxmışıq, sahil qəsəbəsində biz hava proqnozuna baxırıq ki, üzü küləyə gedirik. Bu düzgün deyil. Çünki 40-50 km sürəndən sonra artıq gecdir. Ona görə mütləq dərəcədə həvəskar, əzizlərim, yəni bu velosiped sürmək bu küləkdə çox çətindir. Ona görə də bugün biz Bərdəyə yox, amma 150 kilometrə yaxın sürmüşük, bu böyük bir nəticədir. Üzü küləyə çox çətindir. Xeyirlisi inşallah, Allah böyükdür. Hələ ki davam edirik, izləmədə qalın. İnşallah ki, yəqin hər şey möhtəşəm olar. Dəmirə gəldik, çox əsab zülümlə, əziyyətlə, küləklə 154 kilometr. Fərid qardaşımızla dediyimiz kimi Samir aramızda yoxdur təbii. Biraz yəni yıxıldı, təbii ki indi paylaşmışıq. Yəqin ki görmüsünüz. Allah sizləri qorusun. Salam olsun Kürdəmirlilərə. İnşallah ki yolumuz davam edirik. Kürdəmirin gəncləri, maşallah, bir dənə YouTube'luq çəkirəm. Hər gün belə gəncləri görəndə adam sevinir. Çünki məqsədimiz elə gündüzləri təbrik eləmək insanxanlığı. Sağ ol mənim qaqam. YouTube'da paylaşacağım. Sağ ol. Bəli, möhtəşəm. Hər qədər adama ləzzət eləyir. Bayaq şəkil çəkdirdik, video çəkdik. Çox sevindik. Sevinirik də. Çünki məqsədimiz zaten budur. Hər şey güzel. Bugün menümüzdə qəşəng kartoşkalı, toyuq ətli, belə ləzzətli yeməyimiz var. İnşallah. Toyuq əti, kartoşka, soğanlı zadlı belə. Əziz YouTube izləyiciləri, bizə sual verəcəksiniz ki, bəs niyə idman kompleksindəyik bu arada Kürdəmirdə? İçəridə mətbəx də var. Deyirsiniz ki, bəs içəridə niyə bişirmirsiniz, ya niyə soymursunuz? Biz hosteldə qalırıq. Bu normaldır da, qalmalıyıq da, neyiniyək? Yəni çöldə yatası deyilik. Amma məqsədimiz velotur etməkdir, kamp eləməkdir, yəni çölçülük həyatıdır. Əgər çölçülük həyatını biz içəridə eləyəcəksə, bunun heç bir marağı olmaz, qalmaz yəni. Əlimizdə olan nemətləri alırıq, özümüz pişiririk, özümüz yeyirik. Yəni bir növ yorğun da olsaq biz bunu eləyirik. Çünki burada velosipedlə gücü, məqsədi göstərir ki, yəni biz bunu eləyə biliriksə, hər kəs bu sevgini yaşaya bilər. Necə ki, görürsünüz biz bu sevgini yaşayırıq. Sevgini yaşamaq nədir? Velosiped sürməkdir, kamp eləməkdir, əylənməkdir, çətinlik çəkməkdir. Təbii ki, çətinliksiz tur olmur. Təbii ki, balaca dostumuz da var, qonağımız da. Təbii ki, qazımız. Yəni görürsünüz. Necə deyərlər, tavamız, hər şeyimiz var. Amma düzdür, istəmirəm burada bişirəm. Çünki bəs eləməyəcək də, yemək çoxdur. Orada tava var, o tavada, amma qazımız buradadır da. Buradakı qazla bişirəcəyik inşallah. Yəni belə deyək, sobamız var, qəşəng. Allah. Yeməyimizi burada bişirəcəyik. Bunu yağ eləyək, gətirməyim inşallah kampirliyə. Sağ olsun Fərid qardaşımız. Belə qəşəng təam hazırlayıb. Və o Fərid. Bunun həsrətini bütün Kürdəmirə girəndən çəkirdi. Toyuq da oldu, toyuq. Qəşəng. Qənqabında fanta, yəni çox qəşəng. Xiyar pomidorumuz, ləzzətli belə bir yerdəyik, kompleks. Yəni Allah bizə elə bir bonus yetirdi. Dedi, gedin, mən sizə yer tapmışam. Allah razı olsun, bizə hörmət elədilər. Kürdəmirdə idman kompleksi rəhbərliyinə təşəkkür edirəm. Allah sizi qorusun, qardaş. Allah razı olsun. Düzdür, qiymətini demirəm, amma aşağı, çox aşağı elədi, var olun. Yəni, nə keçdizsə də əla, sağ olun. Çünki idman kompleksinə gəlmişik, qardaşım, adı üstündədir. İdman kompleksi də bizə hörmət eləməsin. Yox da idmançı idman kompleksində olmaqda belə. Valla, yəni sağ olsunlar, dəyər verirlər, düzdür. Ödəniş elədik, sağ olsunlar, amma yenə də az elədik də. Yəni,
Amma köməli edərlər, yardımlarını edərlər, var olsunlar. Rasotlarımız çox olur filan. İnşallah yeməyimizi yeyirik, inşallah ki, istirahətimizi edirik. Sabah bizi Qarabağ turunda gözləyin. Həll olacaq. Kürdəmirdə idman kompleksi, bax belə bir yerlərdə qaldıq. Çox qəşəng idi. 2 mərtəbəli yer, 2 mərtəbəli yerdə qalmışıq ala. Zal zadı. Düzdür. O zal zad konkret çox qala adamlara sərf edir. Bizə bir günü də bir gecəlik idi də. Amma qəşəng idi. Görürsüz? Velo Fəridlə gedirik. Hər şey əladır. Dünən biraz mızmızalıq elədim, amma bu gün Yox, performans göstərəldim inşallah. Hər yer 100%. Qaqa, adam üstündə Allah var. O külək həqiqətən çox Külək dünən əlbəttə gördünüz küləyi. O küləkdə biz necə velosiped sürmüşük onu bir Allah bilir. nəzərə almaq lazımdır ki, mənim 3-cü turumdur. Mən hələ psixoloji olaraq tam sizi qədər bərk. Amma sağ olsun, yəni Rəşad da mənə qoymadı. Ailə işi var qardaşım. Təslim olmaq nədir? İndi öləsən amma gedəsən. Gedəcəyik də, gedirik də, gedəcəyik hər axıra qədər. Çünki qardaş, burada velosipedçilər, velosiped olaraq psixoloji gücün vacibdir, mütləq. Sənin psixoloji gücün olmalıdır. Vəssalam. Qəşəng. Kürdəmirin içindəyik. Kürdəmirin təmizliyinə baxın, şəhərin təmizliyi. Çox gözəl. Allah Məhəmməd ya Ali. Fərid qəşəng bir yardım göstərir mənə. Bekafin mazurladı, vurduq. Hamını? Fərid əslində həkim işləyib, də bilməm, bilmirsiniz. Kim qardaşın? Tim qardaşı. Qardaşa bax, ay maşallah. Baxışım çox olca kimi sürürdüm. O məsləhətlərindən əsasən elədim dünən, biraz yaram sağaldı. Hər bir imişdəyəm. Kefqa, yanmayım deyə. Əsas Ucar rayonudur, məqsəd əlbəttə ki, Suqovşandır, amma Ucar rayonuna gəldik. Salam olsun Ucar rayonunda yaşayan hər kəsə, Allah sizləri qorusun. Əzizlərim, Ucar rayonu artıq 6-7 dəfə gəlmişəm bura, şəhərinə belə gəlmişəm. Bizim gəldiyimiz bu turlar çox əzablı olub. Həm isti, həm yenə də üzü külək. Yəni, tur çətinlik tələb eləyir, tur məqsəd tələb eləyir, tur asanlıq tələb etmir. Çünki adı üstündədir tur. Heç bir tur asan da ola bilməz. Özə velo tur, belə deyək. Bu mühərrik deyil, adi pedaldır. Pedal fırladırsa, özdə o qədər yüklərlə biz gəlirik. Allah bizləri qorusun. Bundan sonraki yolumuz inşallah ki, Suqovşana. Yəni düzdür, Ucardan sonra hələ gedəcəyik, Yevlax falan, deyəsən gəlməlidir. İnşallah Allah səbir versin. Yolumuz hələ var. Hər şey lazımdır. Həqiqətən. Fərid, Külək bizi öz hədəfimizdən, öz məqsədimizdən geri çevirə bilməz. görsən də, bax külə üzümüzədir. Biri var külək ola, buludlu ola, bir də var gün bir yanla, külək də bir yanla. Elə bir kimsə istəyir ki, biz getməyək, amma biz sırtığımıza Gedəcəyik. Əlbəttə, Gedəcəyik. gedəcəyik. Biz inşallah ki, Qarabağı tur edəcəyik Allahın izni ilə bəli. Bax görürsüz belə. Həyatda insana qalan məqsəddir, insana qalan bu etdiyi turlardır. Biz bura bəlkə bir 2 dəfə gəlməyəcəyik. Ömrümüzün bəlkə Allah bizə yazdığı ömrün bir dəfəsini biz sərf eləyəcək ki, Qarabağ turu eləyəcək Fərid. Bəlkə də gələrik nə vaxtsa, amma mən velosipedlə gəlmək. yəni velosipedlə gəlməliyik, yəni. Çünki bu biz geri qayıtsaq, ya pəs eləsək, ya təsəvvür eləyin bu nə deməkdir? Gəlib evdə oturub uşaq kimi ağlayaram, yəni o dərəcədə. Yəni təsəvvür elə. Onun bütün çətinliklər, leysan belə olsa, yağış belə olsa, biz ona hazırıq. Psixoloji hazırıq. Bəli, inşallah ki, davam. Suqovşan, bundan sonra son nöqtə Suqovşan olacaq inşallah ki. Belə güman edirik. Ağdaş rayonuna da gəldik, indi şəhərinə gedəcəyik inşallah ki. Əziz YouTube izləyiciləri, Allah sizləri qorusun. Ağdaş rayonuna gəldik. Salam olsun Ağdaş rayonunda yaşayan hər kəsə.
Bu rayona mən çox gəlmişəm, amma YouTube-da əfsuslar olsun ki, videom yoxdur Ağdaşla bağlı. Bunu çəkirəm, göstərirəm. İnşallah yolumuz Qarabağdır. İzləyirsiniz nə çətinliklərlə gedirik. Motivasiyamız Motivasiyamız əsasən gənclərə dəstək olmaqdır, örnək olmaqdır. Biz demirik ha, yəni hər kəs gəlsin, Ağdaş rayonundan gəlsin, Qarabağa getsin. Təbii ki, gedə bilər, niyə getmir? Sadəcə sağlamlıq üçün velosiped sürsün. Velosiped sağlamlıqdır, gözəllikdir, həvəsdir. Düz demirəm əziz qardaşım. 100%. Həqiqətən. Şərt deyil ki, rayonlara gedəsiniz. Sadəcə olaraq başlayın sürməyə. Gür kimi bizim dəniz qırağı, milli parkımız var. O sürə bilərsiniz. Özümüz orada sürəndən sonra artıq başa düşəsiniz ki, orası sizə qane eləmir və nəsə daha çox var. Təbii ki. Və ona artıq özünüz qərar verəsiniz. Rayonlar mı yoxsa Bakı kəndlərdə? Amma sağlamlığınızı qoruyun da, yəni sağlamlığınızı qoruyun, özünüzə baxın. Bax mən rayona bu gipslə zadla gəlirəm, iynə dərmanla gəlirəm. Çünki öz məsuliyyətsizliyim. İnsan yara alır, heç bir tibbi yardım etmədən velosiped sürür. Bu nə deməkdir? Bu mənim səhvimdir, o səhvi eləməyin. Amma indən belə bu mənə dərk olundu. Cibimdə burada iynə dərmanla gəzirəm. Ona görə də, amma yenə də motivasiyamızı salmır, güclüyük, möhkəmik, inşallah ki, davam edirik. Dəhşət bir düzənlikdir. Ağdaş. Salam, düzənlik bitmir. Düzənlik 10 kilometrələ sürməliyik belə. Ən yorucu, ən çətin bir yoldur da bura. İnsan gözü yorulur. Amma şükür Allaha bizi heç səhərdən sala bilməz. Motivasiyamız var, hələ ki gedirik. Hava da istidir təbii ki. Məqsəd Qarabağdır. Məqsəd əgər Qarabağdırsa, bütün çətinlikləri aşıb keçmək olar o yolu. İnşallah ki biz o çətinlikləri, bu çətinliklərin arxasında, yəni önündə, belə deyək, axırında xoşbəxtlik durur, bilirik. Verdi ya Fərid. Ha? Mola verdi. Fərid acıb da konkret. Amma Fərid dözəcək. Ağdaşdayıq. Gedək sənlə mango. Yeməğimi ver sürümə. Ləbləbi zad atışdırır qardaşım. Valla. Çox sağ olsun Elman qardaşımız. İnşallah yolumuz Qarabağa, Allah can sağ eləsin, bizə dəyər göstərdi, saxladı, təklif elədi. Sağ olsun. Çox sağ olun əziz qardaş. Sağ olun. Salam. Yevlaxa da gəldik. Əziz YouTube izləyicilərimiz, salamlayırıq sizi Yevlaxdan. Yevlax rayonu, şəhəri salam olsun sizə, əziz Yevlaxlılar, Allah sizləri qorusun. Biz 274 kilometrdən sonra Yevlaxa gəldik. Yevlax şəhərinə mən ikinci dəfədir gəlirəm deyə. Yəni bu gəldiyim şəhər, hətta da 3 dəfə ya da 4 dəfə gəlmişəm. Hətta 2 dəfə yox, 3-cü dəfə ya da 4-cü dəfə. Təbii ki, dəyərli qardaşımız Fərid qardaşım. Fərid qardaşımızla Yevlaxdayıq. Bir dənə mənfisi nədir? Mənfisi odur ki, biraz isti bir bal. İsti, üzü külək, yüngül üzü küləkdir. Tam deyil, amma əziyyətdir də yenə də. Əsasən ayaqlarımız var, bu vəziyyətdə yanıb, gipsdə, ayaq şişir. Amma qardaşım, bu dünyada əziyyətsiz heç nə yoxdur. Əlbəttə, bir gün sağalacağıq, amma bu gəldiyimiz yerlər qalacaq. Bu olmalı, ətraf günlü günəşdir, qızmar istidir. Sən o dağlara yaxınlaşdın qardaş. Amma Allahın möcüzəsi, əlhəmdülillah, burada deyirlər. Biz o dağlara gedəcəyik inşallah. Doğrudan deyirsən? Qarabağda ora. Oba, sərin hava. Sən orada birazdan paltoda keçəcəksən. Sevindirdi məni. İnanırsan istini görüb Fərid. Mən istini görəndən sonra istini belə görürəm, soyuğu arzulayıram. Deyirəm ki, eybi yox, yağış olmasın, isti olmasın, amma sərin olsun. İnşallah oralara gedəcəyik. Düzdür, Qarabağ turumuza da, yəni bilirsiniz, təkrarlamaq kimi çıxmasın. Nə deyək? Özümüzə inşallah Allahdan dua arzu edirik ki, sağlıqla, salamatçılıqla gedək, çıxaq. Həyatda bir dəfə olan bir şeydir ki, Qarabağa getmək velosipedlə. Məncə 2 dəfə də getmək olar, amma bir dəfə bəs eləyir. Çünki bu motivasiya ilə bir dəfə getmək olar. Biz də onu dəyərləndirməyə çalışacağıq Allahın izni ilə.
Yevlaxdayıq, Yevlaxın mərkəzi.